Məmezlərim, bizdə bugün dəmir yol çörəyi hazırlanacaq. Девочки, готовим железнодорожный хлеб. Bismillah. Пшеничная мука, buğda unu, pəkli un, обдельная мука, duz, sol, quru maya, сухие дрожжи. Qarışdırırıq, müşayin. Və su, voda. Kəpəkli un ümumiyyətlə su çox aparır. Ona görə biraz az, biraz çox olanlar, девочки. Обдельная мука очень много жидкости поглощает, поэтому может быть плюс-минус, я пропорцию ухожу. Gördüğünüz kimi mən xəmirə toxunmadım. Qarışdırandan sonra 1 saat ev temperaturunda saxlayırıq, девочки. После того, как замесили тесто, час отдыхаем. 1 saat keçdi və biz sadəcə bunu bu şəkildə qatdalayırıq. Əllərinizi yaş eləyə bilərsiniz, девочки. Час проходит и просто сворачиваем в конверт. Руки смачиваете в холодной воде, чтобы тесто не прилипало. Və 1 saat yenə saxlayırıq. На час оставляем отдыхать. 1 saat keçdi, əllərinizi yaş edin və bir də bu şəkildə бükürük, девочки, час прошел. Руки смочите холодной водой и опять сложите в конверт. И отдыхаем опять час. 1 saat dincəldirik. Və 3-cü dəfə yenə o qaydadır. Девочки, 3-й раз по той же схеме. Последний раз собираем конверт. И оставляем еще на 1 час. 1 saat biz bunu dincəldirik. 1 saat keçdi və artıq formaya salırıq. Девочки, последний час прошел, и мы уже начинаем формовку. Əllərimizi yağladıq. Mənim əzizlərim, девочки, смажьте маслом руки, стол и начинайте делать формовку. Gördüğünüz kimi çevirdik və eyni formada biz bunu yığırıq, девочки. Перевернули и опять по той же схеме переворачиваем. Опять раскрываем, açırıq, xəmir açırıq və yenə bükürük. 3 dəfə. 3-й раз по той же схеме. Yarım saat dincəldirik полчаса на расстойке. Полчаса он постоял на расстойке, накрываем крышкой, yarım saat dincəldib mənim əzizlərim qoyuruq sobaya. Öncədən sobanı qızdırırıq, 250 dərəcə yuxarı aşağı 20 dəqiqə bişiririk, sonra salırıq 200 дərəcəyə, девочки, вверх-вниз, заранее разогретая духовка 250 градусов 20 минут, а потом опускаем до 200 градусов. Ağın götürürük. Və pişirmə prosesi bizdə davam edir. Mənim əzizlərim 200 dərəcəyə saldıq. Yuxarı, aşağı, девочки, убираем крышку и выпекаем 45 минут, 45 dəqiqə, 200 градусов, вверх-вниз. Çörəyimiz də hazır. Ну что, поехали. Bismillah. Çörəyimiz hazır.